Seyid Əli Qazi cənablarına bir gün gəldilər, dedilər ki, ruhu şad olsun, o böyük Azərbaycanlı Arifin, Allah dostunun. Gəldilər, dedilər ki, siz yaduza gəlir, ağa, filan vaxtı filan kəsə yaxşılıq edirdiniz, İndi o adam filan məktəbdə sizi, filan mədrəsədə sizi tənqid elədi. Seyid Əli Qazi sevinir, deyir, əlhəmdülillah. Deyirlər, axı, siz ona yaxşılıq eləmişsiniz, o sizi tənqid eləyib. Görün, nə gözəl söz deyir. Deyir, siz düşünürsünüz ki, ya, mən ona yaxşılıq eləmişəm deyə, o məni tənqid eləyə bilməz? Bu nə düşüncədir? Mən filan kəsə yaxşılıq eləmişəm deyə, o mənim köləm olmalıdır. Mən cəmaata yaxşılıq eləməmişəm, cəmaat mənə tərifləsin, köləl olsun mənə, hər yerdə mənə can desin. Adamdır, tənqidi bir şey görüb, tənqid eləyib də əcəb də eləyib. Bu, hətta ixlasa sahib insanlar idilər, Kərbəla şəhidləri və onların ardıcılları.